Salam, hörmətli izləyicilər. Bugünkü videonu çəkməkdə məqsədim 8-ci sinif şagirdlərinə KSQ-də dəstək olmaqdır. KSQ qüvvə, əvəzləyici qüvvə, Newton qanunları, ağırlıq qüvvəsi və çəki mövzularını əhatə edəcək. Başlayaq qüvvədən. Qüvvə cisimlərin qarşılıqlı təsirini xarakteriz edən vektorial fiziki kəmiyyətdir. Böyük F hərfi ilə işarə olunur. Vektorial kəmiyyətlərin üzərinə vektor işarəsi qoyuruq. Vahidi Newtondur. Ölçü cihazı isə dinamometrdir. Qüvvənin cismə təsiri onun tətbiq nöqtəsindən, istiqamətindən və ədədi qiymətindən asılıdır. Bir cisim götürək. Bu cismə F qüvvəsini tətbiq edək. Burada qırmızı ilə işarə elədiyim hissə onun tətbiq nöqtəsidir. İstiqamətidir. Bir də ədədi qiyməti dedikdə nə nəzərdə tutulur? Məsələn, F bərabərdir 60 Newtondursa, buradakı 60 onun ədədi qiymətidir. Qüvvənin bir neçə növü var. İlk növbədə qüvvələrin növlərini yazaq. Ağırlıq, reaksiya, gərilmə, sürtünmə, elastiklik qüvvəsi, elektrik qüvvəsi, maqnit qüvvəsi və maye və qazların itələmə qüvvəsi, yəni Arximed qüvvəsi. Ağırlıq qüvvəsi belə işarə olunur, F-A. Reaksiya qüvvəsi N hərfi ilə işarə olunur. Gərilmə böyük T hərfi ilə işarə olunur. Sürtünmə qüvvəsi F, sürtünmə. Elastiklik qüvvəsi F, elastiklik. Elektrik qüvvəsi də F, ona da L yaza bilərik. Maqnit qüvvəsi F, maqnit. Arximed qüvvəsi də F, Arximed kimi işarə olunur. Başlayaq birinci ağırlıq qüvvəsindən. Bütün cisimlər yer və digər planetlər tərəfindən ağırlıq qüvvəsi vasitəsilə cəzb olunur. Ən böyük cazibə yerdədir. Məsələn, Aya getdikdə cazibə qüvvəsi azalır, Marsa getdikdə cazibə qüvvəsi azalır. Bir cisim götürək, kütləsi M olsun. Ağırlıq qüvvəsi cismin ağırlıq mərkəzinə tətbiq olunur və yerin mərkəzinə doğru yönəlir. Ağırlıq qüvvəsinin düsturu M vurulsun J'dir. Burada J'nin qiyməti 9,8 Newton bölünsün kiloqramdır. Amma məsələlərdə sadəlik olsun deyə yuvarlaq olaraq 10 Newton bölünsün kiloqram veriləcək. Əgər verilibsə istifadə edirsiniz, verilməyibsə istifadə eləmirsiniz. Sonra reaksiya qüvvəsi. Bir cismi digər bir səth üzərinə qoyanda həmin səth tərəfindən cismə reaksiya göstərilir və bu reaksiya qüvvəsi səthə perpendikulyar istiqamətdə yönəlir. Baxın, reaksiya qüvvəsini çəkirim. İkinci qüvvəmiz reaksiya ilə ağırlığı dedik, gərilmə qüvvəsi. Sapdan bir dənə cisim assaz və yaxud trosdan bir dənə cisim assanız, həmin sapda yaranan qüvvə olacaq gərilmə qüvvəsi. Növbəti sürtünmə qüvvəsi. Bir cismi digər cisim üzərində hərəkət etdirdikdə, məsələn, cismi V sürəti ilə sağa hərəkət etdiririksə, həmin səthlər arasında yaranan və hərəkətin əksi istiqamətində yönələn qüvvə olacaq sürtünmə qüvvəsi. Elastiklik qüvvəsi, məsələn, yaydan bir dənə cisim assanız və yaxud da ki, uşaqlar plastik xəttkeşi əysəniz, onu yenidən əvvəlki vəziyyətə qaytaran qüvvə elastiklik qüvvəsi olacaq. Elastiklik qüvvəsinin düsturu mənfi KX-dir. Bunu sizə keçəndə geniş izah edəcəm. Beşincisi elektrik qüvvəsidir. Elektrik qüvvəsi elektrik yükləri arasında yaranır. Siz artıq 6-cı sinifdən bilməlisiniz. İki cür elektrik yükü var. Müsbət yüklər, bir də mənfi yüklər. 7-ci sinifdə daha doğrusu elektrik yükləri keçib. Bu, biri müsbət olduqda, biri mənfi olduqda bir-birini cəzb edəcək. Onlar arasında yaranan qüvvə də olur elektrik qüvvəsi. 6-cı maqnitdir. Maqnitin iki qütbü var. Şimal, cənub. Bütün maqnitlərin iki qütbü var.
şimal, cənub. Eyni qütblər bir-birini cəzb edir. Məsələn, S ilə N bir-birini nə edəcək? Cəzb edəcək. Onlar arasında yaranan qüvvə də olacaq maqnit qüvvəsi. Əgər siz mayenin içərisinə bir dənə cisim əlavə etsəniz, həmin cismə maye tərəfindən təsir edən qaldırıcı qüvvə olacaq Arximed qüvvəsi. Arximed qüvvəsi cismin batan hissəsinin ağırlıq mərkəzinə tətbiq olunur. Ağırlıq qüvvəsi də həmişə ağırlıq mərkəzinə tətbiq olunur. Yəni, bu cismə mayenin daxilində iki qüvvə təsir edəcək. Keçək əvəzləyici qüvvəyə. Əvəzləyici qüvvə nədir? Təsiri cismə təsir edən bütün qüvvələrin təsirinə bərabər olan qüvvə əvəzləyici qüvvədir. Cismə ən azından eyni vaxtda iki qüvvə təsir edir. Bəzən cismə bir neçə qüvvə təsir edir. Bu zaman biz əvəzləyici qüvvəni tapmalıyıq. Əvəzləyici qüvvəni tapmaq üçün də mütləq şəkildə qüvvə diaqramı qurmalıyıq. Gəlin indi bir cisim götürək. Masa üzərində bir cisim götürək. Bu cismə təsir edən qüvvələri çəkək. Hesab edək ki, cismə sağa istiqamətdə 8 Newton bir qüvvə təsir edir. Cismin ağırlıq mərkəzinə tətbiq olunan ağırlıq qüvvəsini çəkirik. F ağırlıq. Sətin reaksiya qüvvəsini çəkirik. Və cisim sağa gedirsə, hərəkətin əksi istiqamətində sürtünmə qüvvəsi çəkirik. Buna deyirlər qüvvə diaqramı. Əgər cismə eyni istiqamətdə iki qüvvə təsir edirsə, F1 bərabərdir 6 Newton, F2 bərabərdir 8 Newton. Biz əvəzləyici qüvvəni tapanda həmin qüvvələri toplayırıq. Yekun istiqamət olaraq ikisi də sağa getdiyi üçün sağa götürürük. Əgər qüvvələr əks istiqamətdə yönəlibsə, sağa 8 Newton, sola 6 Newton qüvvə verilibsə, o zaman biz əvəzləyici qüvvəni tapanda böyük qüvvədən kiçik qüvvəni çıxırıq. 2 Newton, istiqamət isə böyük qüvvənin istiqamətini götürürük. Yəni, yekunda cisimimiz sağa doğru hərəkət edəcək. Əgər əvəzləyici qüvvə sıfıra bərabər olarsa, cisim sükunətdədirsə, sükunət halında qalacaq. Düz xətli bərabər sürətli hərəkət edirsə, öz düz xətli bərabər sürətli hərəkətinə davam edəcək. İndi uşaqlar, dərslikdə səhifə 16-dakı məsələlərə gəlin bir yerdə baxaq sizinlə. İkinci məsələyə baxırıq. Şəkildəki cisimlərin hər birinə iki qüvvə təsir edir. Hansı halda əvəzləyici qüvvələr bərabərdir? Birinci baxırıq ki, sağa 9 Newton, sağa 9 Newton bir qüvvəmiz var. Bir də sağa 5 Newton bir qüvvəmiz var. Hər ikisi eyni istiqamətdədir. Onda əvəzləyici qüvvəni tapanda 5-in üstünə 9 gəlirik. 14 Newton istiqaməti də olacaq sağa. İkinciyə baxırıq. 6 Newton yuxarı, 8 Newton da yuxarı. Əvəzləyicini tapırıq. 8 üstə gəlinsin 6 bərabərdir 14 Newton. Yekun istiqamət olacaq yuxarı. Üçüncüdə 18 Newton yuxarıdır, 4 Newton aşağıdır. Əvəzləyicini tapırıq. Əks istiqamətdədirlər. Böyükdən kiçiyi çıxırıq. 18 çıxılsın 4 bərabərdir 14 və böyüyün istiqamətini götürürük. Yuxarı. Baxmayaraq ki, hər üçünün ədədi qiyməti 14 Newtondur uşaqlar. Siz burada istiqamətə də baxmalısınız. Qüvvələr o zaman bərabər olar ki, onların həm ədədi qiymətləri bir-birinə bərabər olsun, həm də istiqamətləri bir-birinə bərabər olsun. B ilə C də həm ikisi də 14-dür, həm də ikisinin də istiqaməti yuxarı yönəlib. Deməli, B ilə C bir-birinə bərabər olacaq. Üçüncüdə, cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdir. Qüvvə diaqramı çəkin və şəkildə təsvir olunmamış qüvvəni diaqramda göstərin. Qüvvələrin əvəzləyicisi sıfıra bərabərdir. Yəni, ilk növbədə sola təsir edən qüvvələrin əvəzləyicisini tapaq.
9 ilə 9 ikisi də eyni istiqamətdədir. Toplayacağıq 18 Newton. İndi bu cismə elə bir üçüncü qüvvə təsir etməlidir ki, əvəzləyici qüvvə 0-a bərabər olsun. Sola 18 Newtondursa, sağa da elə 18 Newton olmalıdır ki, əvəzləyici qüvvə 0 olsun. Birinci tapşırıq. Dinamometrdən asılmış cisim suyun daxilində sükunətdədir. Şəkildə dinamometrin göstəricisi və cismə təsir edən ağırlıq qüvvəsi göstərilib. Bizə deyir ki, dinamometr düz göstərib, yoxsa yox. Siz cismi mayenin içərisinə daxil etdikdə onun çəkisi azalır. Yəni dinamometrin göstərişi azalır. Nə qədər azalır? Arximed qüvvəsi qədər azalır. Bu cismə təsir edən ağırlıq qüvvəsi 2,5 Newtondur. Baxıram ki, Arximed də 2,5 Newtondur. Necə ola bilər bu? Azalmalıydı axı dinamometrin göstərişi. Demək ki, dinamometr burada düzgün göstərmir. Yaxşı, keçək. Newtonun birinci qanununa. Ətalət nədir uşaqlar? Ətalət odur ki, cisim öz sürətini saxlamağa çalışır. Cismin öz sürətini saxlama hadisəsinə biz ətalətlilik deyirik. Deyirik ki, əgər cismə başqa heç bir qüvvə təsir etmirsə və yaxud təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabərdirsə, 1. Cisim sükunətdədirsə, öz sükunət halını saxlayacaq, yəni sürəti 0 olacaq. Hərəkətdədirsə, düz xətli, bərabər sürətli hərəkət edirsə, düz xətli, bərabər sürətli hərəkət halını saxlayacaq. Yəni, sürətimiz konstant olacaq. Hər iki halda əvəzləyici qüvvə nəyə bərabərdir? 0-a bərabərdir. Siz Newtonun ikinci qanunundan artıq bilirsiniz ki, cismin hərəkət təcili ona təsir edən əvəzləyici qüvvə ilə düz, cismin kütləsi ilə tərs mütənasibdir. Təcil qüvvə ilə düz mütənasibdirsə, əvəzləyici qüvvə 0 olanda təcil də nə olacaq? 0-a bərabər olacaq. İndi keçək Newtonun ikinci qanununa. Bir daha təkrar edirəm ki, cismin hərəkət təcili əvəzləyici qüvvə ilə düz mütənasibdir. Düz mütənasibdirsə, qrafikimiz belə olacaq. Kütlə ilə necə mütənasibdir? Tərs mütənasibdir. Bu olacaq tərs mütənasibliyin qrafiki. Buradan F əvəzləyicini tapsaq, M vurulsun A-ya. Əvəzləyici qüvvə kütlədən də düz asılıdır. Yəni ki, cismin kütləsi nə qədər çox olarsa, biz ona bir o qədər böyük qüvvə ilə təsir etməliyik. İndi buradan kütləni tapaq, M-i tapaq. M bərabərdir F əvəzləyici bölünsün A-ya. Cismin kütləsi yalnız cismin sıxlığından və həcmindən asılıdır. Nə ona təsir edən qüvvədən asılıdır, nə də onun hərəkət təcilindən asılıdır. Məsələn, siz kitabı əlinizlə itələsəz, yəni ona bir qüvvə ilə təsir etsəz, kitabın kütləsində hər hansı bir dəyişiklik olmur ki, yəni biz ona böyük qüvvə ilə də, kiçik qüvvə ilə də təsir etsək, cismin kütləsi dəyişmir. Cismin kütləsi yalnız az öncə qeyd etdiyim kimi cismin sıxlığından və həcmindən asılıdır. Keçək Newtonun üçüncü qanununa. Newtonun üçüncü qanunu deyir ki, təsir və əks təsir qüvvələri qiymətcə bərabər, istiqamətcə əksdir. İki cisim götürək. Cisimlər arasındakı məsafə olsun R. Bu cisimlər bir-birini müəyyən qüvvə ilə cəzb edir. Bu olsun birinci cisimimiz, bu da olsun ikinci cisimimiz. Birinci cisim ikinci cismi özünə tərəf cəzb edir. İkinci cisim də birinci cismi özünə tərəf cəzb edir. Bura F1 desək, buna da F2 desək, F1 bərabərdir mənfi F2. Bu mənfi nəyə göstərir? Onların istiqamətlərinin əks olduğunu göstərir. Amma qiymətləri eynidir. Məsələn, bu 10 Newtondursa, bu da 10 Newtondur. Birinci cismin kütləsinə deyirəm M1, ikinci cismin kütləsinə deyirəm M2. Birinci cismin təcili olsun A1, ikinci cismin təcili olsun A2. Burada F1-in yerinə yazıram M1A1, F2-nin yerinə yazıram M2A2.
Onda M1-in M2-yə nisbəti bərabər olacaq A2-nin A1-ə nisbəti. Yəni kütlələr nisbəti təcillər nisbəti ilə tərs mütənasibdir. Təcilin də düsturu nədir uşaqlar? V çıxılsın V0 bölünsün T'dir. Burada V0 başlanğıc sürət, V son sürət, T də zamandır. Təkrar olsun deyə yadınıza salıram. Təcilin vahidi metr bölünsün saniyə kvadratıdır. Burada V çıxılsın V0 bizə sürət dəyişməsini verir. Yəni delta V-ni verir. Sürətimiz nə qədər çox dəyişərsə, təcilimiz də bir o qədər böyük olar. Yəni təcil sürət dəyişməsi ilə düz mütənasibdir. Onda biz burada yazarıq V2-nin V1-ə nisbətini. Ağırlıq qüvvəsi haqqında bayaq danışdıq. Çəki haqqında da danışaq. Çəki cismin üfüqi dayağa və şaquli askıya göstərdiyi təsir qüvvəsinə deyilir. Cismin dayağa göstərdiyi təsir, cismin askıya göstərdiyi təsir. Əgər cisim sükunətdədirsə və yaxud düz xətli bərabər sürətli hərəkət edirsə, o zaman onun çəkisi P bərabərdir mg düsturu ilə tapılır. Biz bayaq nə yazmışdıq? Ağırlıq qüvvəsi də mg düsturu ilə tapılır. Amma bir fərqimiz var. Ağırlıq qüvvəsi nə idi? Cismin ağırlıq mərkəzinə tətbiq olunan və yerin mərkəzinə doğru yönələn qüvvə. O cümlədən burada cismin ağırlıq mərkəzinə tətbiq olunan və yerin mərkəzinə doğru yönələn qüvvəyə nə demişdik? Ağırlıq qüvvəsi demişdik. Çəkini bir daha deyirəm. Cismin dayağa və şaquli askıya göstərdiyi təsir qüvvəsi çəki adlanır. Hər ikisi vektorial kəmiyyətdir. Çəki 0 ola bilər, amma ağırlıq qüvvəsi heç vaxt 0 ola bilməz. Ağırlıq qüvvəsi yer səthindən söhbət gedir. Həmişə mg olacaq. Çəki 0 ola bilər. Əgər cisim sərbəst düşərsə, çəki nə olacaq? 0-a bərabər olacaq. Çəki mg-dən böyük, mg-dən kiçik də ola bilər. Biz bunu inşallah gələcək dərslərimizdə sizdən keçəcəyik. İndi uşaqlar, gəlin kitabdakı məsələlərə baxaq. Öyrəndiklərinizi tətbiq edin ki, məsələlərə baxaq. Kütləsi 1200 kiloqram olan avtomobilin başlanğıc sürətini verib bizə. V0 bərabərdir 15-ə. 20 saniyədən sonra dayanarsa, T-ni bizə 20 saniyə verib və dayanarsa, yəni son sürəti 0-a bərabərdir. Əvəzləyici qüvvəni deyir. Həm qiymətini tapın, həm də istiqamətini tapın. Kütləni də bizə verib uşaqlar 1200 kiloqram. Əvəzləyici qüvvənin düsturu nədir? F əvəzləyici bərabərdir M vurulsun A-dır. M-i bilirəm, A-nı tapmalıyam. A-nın da düsturu A bərabərdir V çıxılsın V0 bölünsün T-dir. Fikir verirsinizsə son sürətimiz 0-dır. 0 çıxılsın 15. T-nin də qiyməti 20. Bölürük 20-yə. Alırıq mənfi 15 bölünsün 20. 5-ə ixtisar aparaq mənfi 4-də 3. İndi F əvəzləyicini tapaq. F əvəzləyici M vurulsun A. 1200 vurulsun mənfi 4-də 3. İxtisar gedir 300. 300-də mənfi 3-ə vuranda mənfi 900. Mənfi almağımız bizə nəyi göstərir? Mənfi almağımız bizə onu göstərir ki, cisim sağa hərəkət edir. Amma təsir edən qüvvə hərəkət istiqamətinin əksinədir. Yəni, əvəzləyici qüvvə hərəkətin əksinə yönəlmişdir. İkinci, cismin kütləsi sabit olduqda onun təcilinin əvəzləyici qüvvədən asılılıq qrafikini qurun. Bunu az öncə yazdıq. Cisim düz xətli bərabər sürətli hərəkət edir. Ona təsir edən əvəzləyici qüvvəni və cismin təcilini müəyyən edin. Cisim düz xətli bərabər sürətli hərəkət edirsə, V konstantdır. Təcil də sürətin dəyişməsidir. Sürət əgər konstantdır, dəyişmirsə, təcil də sıfırdır.
Və Newtonun ikinci qanununa görə dedik ki, təcil əvəzləyici qüvvə ilə düz mütənasibdir. Əgər təcil sıfırdırsa, əvəzləyici qüvvə də olacaq 0. Dördüncü tapşırıq. Cismə təsir edən əvəzləyici qüvvə 10 Newtondur. Yazırıq F əvəzləyici bərabərdir 10 Newton. Unutmayın, məsələnin verilənləri yazmaq, məsələnin demək olar ki, yarısını həll eləməkdir. Hə, uşaqlar, burada başqa şey deyir. Bizə deyir ki, cismə təsir edən əvəzləyici qüvvə 10 Newton artdıqda təcili 2 dəfə artır. Gəlin yazaq. Əvvəl, sonra. Deməli, əvəzləyici qüvvə əvvəl F idi. Təcil də A idi. İndi deyir ki, əvəzləyici qüvvəni 10 Newton artırmışam, yəni üstünə 10 gəlmişəm. Təcilімdə 2 dəfə artıb. Dəfə deyəndə vururuq. Təcilüm olub 2. Biz də az öncə dedik ki, təcil qüvvə ilə düz mütənasibdir. Təcilin 2 dəfə artması elə qüvvənin 2 dəfə artması deməkdir. Təcil 2 dəfə artıbsa, demək ki, qüvvə də 2 dəfə artıb. Qüvvə həm 10 Newton artıb, həm də 2 dəfə artıb. Bərabər eləyirik bir-birinə. Buradan alırıq ki, F bərabərdir 10 Newtona. Keçək növbəti məsələyə. İkinci tapşırıqda deyir ki, əvəzləyici qüvvə hərəkətin əksinə yönəldikdə cisim yeniləşən hərəkət edə bilərmi? Xeyr. Baxın bu məsələyə. Birinci məsələdə. Görürsünüz, cismin başlanğıc sürəti 15 idi. Get-gedə oldu nə? 0. Cisim get-gedə sürətini azaltdı. Belə hərəkət olur yavaşlayan hərəkət, yəni sürətim azalır. Yeniləşən isə o deməkdir ki, sürət get-gedə artsın. Sürət get-gedə artması üçün əvəzləyici qüvvə hərəkət istiqamətində olmalıdır. Yəni, edə bilməz. Üçüncü tapşırığa baxaq. Avtomobilin sürəti 10 metr saniyədir. Ona təsir edən əvəzləyici qüvvə 0-a bərabərdir. 5 saniyədən sonra avtomobilin sürətini tapın. Əgər əvəzləyici qüvvə 0-a bərabərdirsə, cisim demək ki, düz xətli bərabər sürətli hərəkət edib. V konstantdır. 5 saniyə sonra da sürəti 10 olacaq. 1000 saniyə sonra da sürəti elə 10 olacaq. Dördüncü tapşırıq. Kütləsi 1000 kiloqram olan avtomobilin başlanğıc sürəti 20-dir. Yazaq. Kütləmiz 1000. Başlanğıc sürətimiz 20. F əvəzləyici -400. Bu mənfi hissə nə deyir? Bu mənfi hissə onu deyir ki, cisim get-gedə dayanacaq, yavaşlayan hərəkət edəcək. T bərabərdir 10 saniyə. Sonra deyir, avtomobilin sürəti nəyə bərabər olar və avtomobil neçə saniyədən sonra dayanar. Gəlin biz birinci A-nı tapaq. A nəyə bərabərdir? F əvəzləyici bölünsün M-dir. Yəni, -400 bölünsün 1000-ə. Buradan sıfırlar ixtisar geçsin. -0,4. Təcilin düsturunu yazırıq. V çıxılsın V0 bölünsün T. Buradan V-ni tapmağın qaydasını bir daha başa salıram. Çarpaz vururuq. Olur V minus V0 bərabərdir AT-yə. V də bərabərdir V0 üstə gəlinsin AT. İndi mənə nə deyir? Deyir ki, 10 saniyədən sonra avtomobilin sürəti neçə olar? Qoyaq bura. V0-ımız 20-dir. 20 çıxılsın. Bu çıxılsını buna görə qoyuram. 0,4. T'miz də 10-dur. Cavab eləyəcək 4. 20-dən də 4 çıxanda 16 metr bölünsün saniyə olacaq. 10 saniyə sonra sürətimiz. Bəs deyir, cisim nə zaman dayanar? Cismin dayanması üçün onun sürəti 0-a bərabər olmalıdır. Yəni, V'si 0 olmalıdır. V'si 0 olanda, baxın, bu buradan 0-a gedəndə qalır V0 bərabərdir mənfi AT. Buradan da T'ni tapanda V0 bölünsün mənfi A-ya. V0-ımız neçədir?
20. A'mız da uşaqlar burada bir mənfi, bir də A'nın mənfisi 0.4. 20'ni də 0.4'ə böləndə bərabərdir. 200 bölünsün 4. O da olacaq 50 saniyə. 5-ci. Laçın dağlarında yaşayan Bezoar dağ keçisi düz xətt üzrə qaçmağa başladığı andan 5 saniyə sonra sürəti 15 metr bölünsün saniyə olarsa, keçiyə təsir edən əvəzləyici qüvvənin onun kütləsinə nisbətini tapın. Verilənləri yazaq və nə istəyir bizdən onu yazaq. Bu başlanğıcda dayanıb. Yəni başlanğıc sürəti 0-dır. 5 saniyə sonra sürəti olub 15. Mənə deyir ki, əvəzləyici qüvvənin kütləyə nisbətini tap. Əvəzləyici qüvvənin kütləyə nisbəti təcili verir də. Təcilin də düsturu nədir? V çıxılsın. Bunu buradan biraz aşağıdan yazmalıyam. V çıxılsın V0 bölünsün T'dir. Başlanğıc sürətimizdə 0'dır uşaqlar. Bu da getdi 0'a. Nə qaldı? V bölünsün T'yə. 15'i bölürük 5'ə. Bu da bizə verəcək 3 metr bölünsün saniyənin kvadratına. Keçək ağırlıq qüvvəsi və çəki dərsindəki məsələ. Burada öyrəndiklərinizi yoxlayın da 4-cü məsələyə baxaq. Üfüqi səthdə sükunətdə olan islanmış odun günəş istisində quruyub. Quruduqdan sonra onun kütləsi 1.2 dəfə, ona təsir edən ağırlıq qüvvəsi 20 Newton azalır. Bizdən nə istəyir? Yaş və quru halda kütləsini, ağırlıq qüvvəsini istəyir. Hər iki halda oduna təsir edən qüvvələrin qüvvə diaqramını qurun deyir. Bir üfüqi səthimiz var. Cisim onun üzərində sükunətdədir. Sükunətdədirsə demək ki, sürəti 0'a bərabərdir. Yazaq əvvəl bayaqki məsələ kimi. Bir də sonra. Əvvəl kütləsi M-dir. Ona təsir edən ağırlıq qüvvəsi F ağırlığıdır. Kütləsi 1.2 dəfə azalıb. Ağırlıq qüvvəsi də 20 Newton azalıb. Ağırlıq qüvvəsinin düsturu nədir? M-J'dir. Yəni F ilə M burada düz mütənasib asılıdır. Əgər M 1.2 dəfə azalıbsa, F də 1.2 dəfə azalıb. F həm 1.2 dəfə azalıb, həm də 20 Newton azalıb. Bərabər edirik bir-birinə. F bölünsün 1.2 bərabərdir. F çıxılsın 20. Yenə də çarpaz vuracağıq belə şəkildə. 1.2 F çıxılsın 1.2 vuraq 20 bərabərdir F-ə. Buradan alırıq 0.2 F bərabərdir 1.2 vurulsun 20. 1.2 ilə də 0.2-ni ixtisar edirəm. Burada qalır 6. Alırıq ki, F bərabərdir 120 Newtona. Yəni əvvəl ağırlıq qüvvəmiz nə qədər imiş? 120 Newton imiş. Onda kütləni tapanda F ağırlıq bərabərdir mg-dən kütləni tapanda m niyə bərabər olur? F bölünsün j-yə. Yəni 120-ni, j-nin də qiyməti 10'dur da. Burada verilməli idi sizə. J-ni də bölürük 10'a 12 kiloqram. Yəni əvvəl kütləmiz 12 imiş. Ağırlıq qüvvəmiz də nə qədər imiş? 120 Newton imiş. İndi kütləmiz 1.2 dəfə azalıb. 12'ni bölürük 1.2'yə. Yəni 120 bölünsün 12. Olub 10 kiloqram. Qüvvəmiz də 1.2 dəfə azalıb. Yəni 120 bölünsün 1.2 və yaxud 20 Newton azalıb. 120'dən çıxırıq 20'ni. Qalacaq 100 Newton. Bizə deyir, hər iki halda diaqram çəkin. Diaqramı da çəkək uşaqlar. Deməli, birinci halda çəkmişik. Bunun üzərində göstərək. Deməli, aşağıya doğru ağırlıq qüvvəsi təsir göstərəcək və səthin reaksiya qüvvəsi təsir göstərəcək. Ağırlıq qüvvəsi 120 Newtondursa,
Səthin reaksiya qüvvəsi də 120 Newton olmalıdır ki, bu cisim sükunətdə qalsın. İkinci halda da 120-lərin yerinə 100 yazacaqsınız. İnşallah iş dəftəri ilə davam edək. İkinci tapşırığa baxırıq. Qüvvələri bəndlərlə uyğunlaşdır. Birinci ağırlıq qüvvəsidir. Baxın, ağırlıq qüvvəsi D olacaq. Bunun üzərində yazmaq olmur, ona görə qırağa yazıram. 1D. 2. Elastiklik qüvvəsi, elastik yayda yaranan qüvvədir. C. Üçüncü, reaksiya qüvvəsi olacaq B. Dördüncü də olacaq gərilmə qüvvəsi A variantı. Şəkildə cismə təsir edən Arximed qüvvəsi 2,5 Newton olarsa, bizə deyir ki, ona təsir edən ağırlıq qüvvəsini tapın. İlk növbədə baxın. Dinamometrin göstəricisi bizə göstərir 1,5 Newton. Yəni, cismin mayeədəki çəkisi olub 1,5 Newton. Cismi biz mayeyə daxil etdikdə onun çəkisi nə qədər azalır? Arximed qüvvəsi qədər azalır. Dinamometrin göstərişi 1,5, Arximed qüvvəsi də 2,5. Demək, cismə təsir edən ağırlıq qüvvəsi 4 Newton imiş. Dördüncü tapşırıqda. Diaqramda təsvir olunmuş qüvvələr hansı qüvvələrdir? Görürsünüz, burada 2 dənə müsbət yük var. 2 müsbət yük bir-birini itələyər və yüklər arasında, elektrik yüklər arasındakı qarşılıqlı təsir qüvvəsi də elektrik qüvvəsi adlanır. 5-cidə 1-ə baxırıq. Bunlar təriflərdir uşaqlar. Gərilmə qüvvəsi axırıncı olacaq. Cismi ip və ya tros vasitəsilə dartdıqda ipdə və ya trosda yaranan qüvvədir. Elastiklik qüvvəsi elastik yayın dartılması və ya sıxılması zamanı yaranır. Ağırlıq qüvvəsi cisimlərin yer tərəfindən cəzb olması nəticəsində yaranır. Arximed qüvvəsi maye və qazların daxilindəki cismə təsir edən və həmişə yuxarı yönələn qüvvədir. Reaksiya qüvvəsi bir cisim hər hansı səthə təsir etdikdə həmin səthə ona təsir edir. Sürtünmə qüvvəsi də uşaqlar ikinci, bir cisim hər hansı səthə toxunaraq hərəkət etdikdə həmin cismə hərəkətin əksinə yönələn qüvvə elastiklik qüvvəsidir. 8-ə baxırıq. Verilmiş qüvvələrdən hansı toxunma olmadan təsir edir? Bilirsiniz də, qüvvələr iki cür olur. Toxunma olmaqla və toxunma olmadan. Məsələn, günəş yeri cəzb edir. Günəş yerinə toxunmur ki, amma aralarında cazibə qüvvəsi var. Arximed qüvvəsi, ağırlıq qüvvəsi toxunma olmadandır, yəni. B-də Arximed qüvvəsi. Siz bir cismi suyun içərisinə atanda su cismə təsir göstərir. Yəni, toxunaraq baş verən qarşılıqlı təsir qüvvəsidir. Elektrik qüvvəsi, bayaq şəkildə nə gördünüz uşaqlar? Cisimlər bir-birinə toxunmurdu, amma aralarında qarşılıqlı təsir qüvvəsi var. Reaksiya qüvvəsi amma cismi qoyursunuz masanın üstünə, məsələn, stəkanı qoyursunuz masanın üstünə, masana reaksiya göstərir, toxunurlar. Maqnit qüvvələri toxunma olmadandır. Bunun mövzunun əvvəlində izahda vermişəm. Sürtünmə qüvvəsi isə bir cisim digər cisim üzərində hərəkət edərkən, yəni toxunarkən yaranan qüvvə olur sürtünmə qüvvəsi. İki qüvvənin bərabər olması üçün hansı şərt ödənilməlidir? Bir iki qüvvə vektorial kəmiyyətdir. İki qüvvənin bərabər olması üçün mütləq onların həm ədədi qiymətləri, həm də istiqamətləri eyni olmalıdır. Məsələn, sağa 60 Newton bir F1 qüvvəmiz varsa, F2 qüvvəsi də ancaq onunla eyni istiqamətdə olarsa və ədədi qiyməti eyni olarsa, bu qüvvələr bir-birinə bərabər olar. Məsələn, siz aşağı bir dənə F3 qüvvəsi götürsəz, o da 60 Newton olsa, baxmayaraq ki, o da 60 Newtondur, amma onun istiqaməti aşağıdır. Demək ki, bərabər deyil digər qüvvələrlə. 10-cu sual. Qüvvənin vahidini BCD əsas vahidlərindən ifadə edin. F əvəzləyici bərabərdir, M vurulsun A-dır. Qüvvənin yerinə Newton yazırıq, kütlənin yerinə kiloqram, təcilin də yerinə metr bölünsün saniyə kvadratı. Bu olur qüvvənin BC-də əsas vahidlərindən ifadəsi. Bunları dedik, baxaq biraz fərqli məsələlərə. 9-cu məsələyə baxaq. Cismə düz xətt üzrə eyni zamanda 3 qüvvə təsir edir. Həmin qüvvələrin qiymətləri 27 Newton, 32 Newton, 45 Newton. Əvəzləyici qüvvənin ən böyük və ən kiçik qiyməti neçə Newton ola bilər? Bu qüvvələrin əvəzləyicisinin ən böyük olması üçün hər üç qüvvə eyni istiqamətdə yönəlməlidir. Qüvvələr eyni istiqamətdə olduqda biz əvəzləyici qüvvəni tapanda toplayırıq. F əvəzləyici
ən böyük qiymətini tapırıq. Böyük 27 üstə gələk 32 üstə gələk 45. Bu da bizə verəcək 59 üstə gələk 45 4 104 Newton. Əvəzləyici qüvvənin ən böyük qiyməti 104 Newton olacaq. Bəs ən kiçik qiymətini necə taparıq? Kiçik qüvvələri 1 götürək, böyük qüvvəni də onun əksinə götürək. Cisim çəkək. Deyək ki, sağa 45 Newton qüvvə təsir edir. Sola isə 27 Newton və 32 Newton qüvvə təsir edir. 32 ilə 27-ni toplayarıq. 32 üstə gəlinsin 27 bərabərdir 59 Newton. 45-i də bunlardan çıxarıq. 59 çıxılsın 45 bərabərdir 14 Newton. Deməli, əvəzləyici qüvvənin ən böyük qiyməti olar 104 Newton, ən kiçik qiyməti də olar 14 Newton. 10-cu tapşırığa. Cismə bir düz xətt üzrə 2 qüvvə təsir edir. Həmin qüvvələrdən birinin qiyməti 15 Newtondur. Bir dənə cisim götürək. Ona təsir edən bir dənə qüvvəmiz var, 15 Newtondur. Digər qüvvə bilmirik. Qiyməti nə qədərdir? Qüvvələrin istiqamətindən asılı olaraq əvəzləyici qüvvənin ən böyük qiymətinin ən kiçik qiymətinə nisbəti 3-dür. Deməli, qüvvələrin əvəzləyicisinin ən böyük olması üçün qüvvələr eyni istiqamətdə yönəlməlidir. Onda əvəzləyici qüvvənin ən böyük qiyməti olacaq F üstə gəlinsin 15. Əvəzləyici qüvvənin ən kiçik olması üçün isə sağa 15 Newton idisə, digər qüvvə ondan əks istiqamətdə yönəlməlidir. İndi burada bizə iki hala bax deyir. Deyir ki, A variantında kiçik qüvvə 15 Newtondur. Bu kiçik qüvvəmizdir. Bu isə böyük qüvvəmizdir. Biz əvəzləyicini tapanda nə edirik? Böyükdən kiçiyi çıxırıq. Bu da bizə verəcək əvəzləyici qüvvənin ən kiçik qiymətini. Bunların nisbətini bizə verib 3. F üstə gəlinsin 15. F çıxılsın 15-in nisbətin bizə 3 verib. Çarpaz vuracağıq. 3F çıxılsın 45 bərabərdir F üstə gəlinsin 15. Buradan alırıq ki, 2F bərabərdir 60-a. F də bərabərdir 30 Newton. Demək, böyük qüvvənin qiyməti nə qədər imiş? 30 Newton imiş. İkinci halda isə bizə deyir ki, böyük qüvvə 15 Newton olduqda. Bunu silirəm. Yenə bir cisim çəkirik. Bu dəfə böyük qüvvəmiz 15 Newtondur. Kiçik qüvvəmiz isə F-dir. Onda əvəzləyici qüvvənin ən kiçik qiymətini tapanda 15-dən F-i çıxacağıq. Ən böyük qiymətini tapanda isə əvvəlki qaydada 15-in üstünə F-i gələcəyik. Bizə nisbəti verib 3 yenə də. 15 üstə gələk F-i. 15 çıxılsın F-ə nisbəti 3-dür. Lap sadəlik olsun deyə belə yazıram uşaqlar. Çarpaz vururuq. 45 çıxılsın 3F-ə. O da bərabərdir 15 üstə gəlinsin F. Buradan alırıq ki, 30 bərabərdir 4F-ə. F də bərabərdir 7,5 Newtona. Deməli, əvəzləyici qüvvənin ikinci halda daha doğrusu qüvvənin qiyməti olacaq 7,5 Newton. 11-ci tapşırığa baxırıq. Cismə bir düz xətt üzrə biri digərindən 3 dəfə az olan 2 qüvvə təsir edir. Bir düz xətt üzrə bir cisimimiz var. Qüvvələr eyni istiqamətdə olanda bir dəfə baxacağıq. Bir dəfə qüvvələr əks istiqamətdə olanda baxacağıq. Deməli, 2 qüvvə təsir edir. Biri F-dir, biri də 3F-dir. Yəni, biri digərindən 3 dəfə azdır. Əvəzləyicisi 40 Newtondur. Onu toplayırıq. 3F üstə gəlinsin F bərabərdir 4F. O da bərabərdir 40 Newton. F bərabərdir 10 Newton olacaq. Birinci halda. Qüvvələr əks istiqamətdə yönəlib. Yenə biri F-dir. Digər ondan 3 dəfə çoxdur. 3F-dir. 3F çıxılsın F. Yenə də 40 Newton. Buradan alırıq ki, 2F bərabərdir 40 Newton.
F də bərabərdir 20 Newton. F 20 olacaq. Digər qüvvəmiz də 60 olacaq. Burada da 3 F yazaq. 30 Newton. 10-cu məsələ. Şəkildə maye daxilində cismə təsir edən ağırlıq qüvvəsi və Arximed qüvvəsi ilə müqavimət qüvvəsinin cəmi göstərilib. Newtonun birinci qanunu ödənirmi? Newtonun birinci qanununa görə əvəzləyici qüvvə sıfıra bərabər olmalıdır. Amma burada əvəzləyici qüvvəni tapsaq, 45-dən 25-i çıxarıq, qalar 20 Newton və cisim düşər qabın dibinə və bu hissəyə düşər. 11-də şəkildəki cismə qiyməti və istiqaməti eyni olan iki qüvvə təsir edir. Üçüncü qüvvənin qiyməti və istiqaməti necə olmalıdır ki, həmin cisim üçün Newtonun birinci qanunu ödənilsin. İki dənə qüvvə təsir edir cismə sağa doğru. Deyək ki, hərəsi 5 Newtondur. Newtonun birinci qanunun ödənməsi üçün yenə əvəzləyici qüvvə 0 olmalıdır. Əks istiqamətdə 10 Newtonluq bir qüvvə təsir etməlidir ki, əvəzləyici qüvvə 0-a bərabər olsun. Newtonun ikinci qanunu ilə davam edirik. Cismin kütləsini və ona təsir edən qüvvəni 2 dəfə artırsaq, təcili dəyişərmi? Cismin təcil düsturu nəyə bərabərdir? Newtonun ikinci qanununa görə. A bərabərdir, F bölünsün M-dir. Əgər biz ona təsir edən qüvvəni 2 dəfə artırsaq, təcilimiz 2 dəfə artacaq. Onun kütləsini 2 dəfə artırsaq, təcilimiz 2 dəfə azalacaq. 2 dəfə artacaq, 2 dəfə azalacaq, nəticədə dəyişməyəcək. Üçüncü, kütləsi 10 kiloqram olan cismə təsir edən qüvvələrin əvəzləyicisi 15 Newtondur. Yazırıq, M bərabərdir 10 kiloqram, F bərabərdir 15 Newton. Təcili istəyir bizdən. Təcilin düsturunu yazacağıq, F əvəzləyici bölünsün M-ə. 15 bölünsün 10-a, o da bərabərdir 1/5 metr bölünsün saniyənin kvadratı. Dördüncü tapşırıq. Kütləsi 5 kiloqram olan arabaya şəkildəki kimi 3 qüvvə təsir edir. Sürtünmə qüvvəsi nəzərə alınmır. Arabanın təcilini hesablayın. İlk növbədə əvəzləyici qüvvəni tapacağıq. Sağa doğru 2 qüvvəmiz var. 20 üstə gəlsin 16. Digər 16 da onun əksinədir. Çıxılsın 16. Bərabər olacaq 20 Newtona. Yəni F əvəzləyici bərabərdir 20-yə. Kütləsi 5-dir. Yenə də təcili istəyir. 20-ni böləcəyik 5-ə. 4 metr bölünsün saniyə kvadratı. 5-cidə cismə təsir edən qüvvələrin əvəzləyicisi 0 olarsa o necə hərəkət edər? O düz xətli, bərabər, sürətli hərəkət edər. 10-cu tapşırığı yazaq. Təcili verib bizə 5 metr bölünsün saniyə kvadratı. Kütləni verib 2 kiloqram. Qüvvəni istəyir. Qüvvənin də düsturu M vurulsun A-dır. 2-ni vuracaq 5-ə. 10 Newton. 12-ci tapşırığa baxırıq. Sükunət vəziyyətindən hərəkətə başlayan. Cisim sükunət vəziyyətindən hərəkətə başlayıbsa, başlanğıc sürəti 0-dır. 10 kiloqram kütləli cismin sürəti 20 saniyə sonra T bərabərdir 20 saniyə. Sürəti olub 15. Onun deyir təcilini və əvəzləyici qüvvəni tapın. Təcilin düsturu V çıxılsın V0 bölünsün T-dir. V0'mız yoxdur, 0'dır. V-ni böləcəyik T-yə. 15'i böləcəyik 20-yə bərabərdir 4-də 3-ə. Əvəzləyici qüvvənin də düsturu M vurulsun A-dır. Onu vuracağıq 4-də 3-ə. Bu da edəcək 7,5 Newton. 13-cü məsələyə baxırıq uşaqlar. Əvvəlcə qüvvəmiz F-dir. Təcilimiz A-dır. Kütləmiz də 5-dir. Sonra isə qüvvəmiz 20 Newton artıb. Təcilimiz də 2 dəfə artıb. Bilirik ki, Newtonun ikinci qanununa görə cismin hərəkət təcili əvəzləyici qüvvə ilə düz mütənasibdir. Təcilin 2 dəfə artması əvəzləyici qüvvənin də 2 dəfə artması deməkdir. Yəni 2F olub.
Həm 2 dəfə artıb, həm 20 Newton artıb. Buradan aldıq ki, F bərabərdir 20 Newton. Təcili də tapsaq, A bərabərdir, F bölünsün M-dir. 20. M-i də bizə 5 vermişdi. 4 metr bölünsün saniyənin kvadratı. Newtonun 3-cü qanunundan 5-ci məsələyə baxaq. Qarşılıqlı təsirdə olan 4 kiloqram və 5 kiloqram kütləli iki cisim toqquşaraq əks istiqamətdə hərəkətə başlayır. Cisimlər bir-biri ilə toqquşurlar və başlayırlar əks istiqamətdə hərəkət etməyə. Birincinin kütləsi 4 kiloqramdır, ikincinin də kütləsi 5 kiloqramdır. Deyir ki, kütləsi böyük olan cismin təcili 1 metr bölü saniyə kvadratıdır. Kütləsi böyük A2-dir, təcili 1-dir. Bizdən A1 istəyir. Newtonun 3-cü qanununa görə qarşılıqlı təsir qüvvələri qiymətcə bir-birinə bərabərdir, amma istiqaməti əksdir. Onda yazırıq M1 A1 bərabərdir M2 A2. 4 vurulsun A1 bərabərdir 5 vurulsun 1. Buradan A1-i tapanda 5-i bölürük 4-ə. 1,25 metr bölünsün saniyə kvadratı. Ümid edirəm ki, uşaqlar, bu izahlar sizə KSG-də yüksək nəticə toplamağa kömək olar. Hər birinizə uğurlar arzu edirəm.